Nefrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız. Güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Bu günləri bizim tədbirimiz, yəni Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə bizim Əsgər Asi Cəmiyyətinin təşəbbüsü ilə Sədaqətin Sükutu, yəni bu markalarda göründüyü kimi Sədaqətin Sükutudur bizim tədbirimizin adı. Əsasən şəhid xanımları, yəni bax, Allah rəhmət eləsin, şəhid Turan Məhərrəmovun və onun xanımı, xanımın özü istəyir ki, xanımı deyə, əslində nişanlısıdır. Turan şəhid olarkən Sahib xanım nişanlı idi. Onun şəhidliyindən sonra, yəni özü qərar verdi ki, gəlib ailənin yanında qalsın, qaynıqasının, qaynanasından birgə yaşamağı özü seçim etdi, özü qərar verdi. Yəni bununla ömür kitabını bağladı. Yəni artıq bundan sonra mənim üçün həyat yoxdur dedi, Turanım yoxsa mən də yoxam. Bayaq, yəni söhbət zamanı dedi ki, ən gözəl mənim xoş günlərim Turanımla bərabər keçdi. Turanla, yəni Sahib xanım məktəbdən, orta məktəb, lap uşaqlıq illərindən bir-birlərinə aşiqdirlər, bir-birlərini tanıyırlar. Hətta onların sevgiləri məktəbdə dillərə düşülüb, dedikoduya çevrilib, bəzi müəllimlərin yəni nəsə bunu nöqsan kimi qeyd edib və indi bu günləri ona xatirəyə dönüb. Sahib xanım ona görə də bəzi acı xatirələr qaldı. Məktəbdə deyir, müəllimlər də deyir, nəsə mən xatirəmdə yaxşı iz buraxmadı. Bəlkə də siz o vaxtı uşaq ediniz, ona görə uşaqlıqda yəni belə eşqin olması, belə sevginin olması təbii ki, məktəbdə də ola bilsin ki, biraz qəbullənib. Amma handan bilsinlər ki, gələcəkdə siz bir dastan yaradacaqsınız. Turan Sahib dastanı dillərdə əzbər olacaq. İlham Pərvizən var, hər kəs onu tanıyır, siz də onun davamçılarısınız. Biz də istəyirik sizləri tanıtdıraq. Yəni, sənin kimi Azərbaycan xanımı, şəhidinə sahib çıxan, sayağı göstərən, sədaqətli, vəfalı, milli mənəvi dəyərlərimizi özüyle əks etdirən əsilmər, yəni Azərbaycan xanımı. Bugünkü tədbirimizdə sizlərə biz də istəyirik xanımlarımızı cəmiyyətə tanıtdıraq, o gənclərimizə örnək olasınız, hansı ki, bəzi vaxtlar görürsən şəhid xanımları haqqında, şəhid ailələri haqqında xoşa gəlmən sözlər olur, bəziləri düzgün olur, bəziləri dedikodu olur. Amma sizin haqqınızda isə yəni bir
həyat hekayəsinə tanış olan hər kəs, yəni hər kəs heyrət edir. Hər kəsin, hər qadının hünəri deyil, hər qızın hünəri deyil ki, nişanlısından şəhid olduqdan sonra, yəni ömür kitabını bağlayıb gedib desin ki, mən qaynatamın evində yaşayacağam. Artıq elə ki, o sizin anadır, o sizə Tərlan qardaş atadır. Sizin evinizdə oldum, söhbətlərinizdə gördüm, yəni söhbətlərinizdən də məlum oldu ki, qız gəlib, evinizə Turan gedibsə, evinizə yeni bir, yəni sahib xanım gəlib. Çox, necə deyim, qürur duyulası, fəxr ediləsi, əl öpürəsi, yəni gəliniz var. Hər kəsə də Allah bunu nəsib eləmir. Özünüz dediniz ki, keçən dəfə Tərlan qardaş, hansı dedi şəhid ailəsi gəldi rayonun birindən, Şəkidən dedəsən dediniz. Yox, Naxçıvandan. Naxçıvandan gəldi, əlindən öpdü sahib xanımı. Dedi, mənim də oğlum şəhid idi, amma gəlinim 2 ay gözlü, 2 aydan sonra çıxıb getdi. Evliydilər də, amma sizinki evli deyildi, nişanlıydı, özü gəldi. Artıq gördürdü sizlə. Diz çöküb, alnından öpdü ki, həmən ata. Dedi, ağladı. Mən dedim, ayıta, niyə ağlayırsan? Dedi, mən gəlinim 2 ay dözmədi, dedi, 2 uşaqdan getdi. Mən dedi, belə gəlinlərin qavandı, baş əydi. Alnından öpdü. Bəli, tək var, amma bu əsl, yəni bu ilə ancaq bunu bir Azərbaycan xanımları eləyə bilər, Azərbaycan qızları eləyə bilər ki, biz də onlarla qürur duyuruq, onları tanışdırmaq da bizim borcumuzdur. Sahib xanım, bax, hər gün gəlirsiniz bura, hər gün, yəni, elə gün olmur ki, bura gəlməyəsiniz. Hətta sən Mingəçevirdəsən, orada oxuyurdun, zəng elədin, yağış yağırdı, mən buradaydım. Anaya ki, get, bax, yağış yağıb, onun üstünü belə sil, elə sil, onu elə, bunu elə. Evdə şəhidin, yəni, ev muzeyi, onun orada bütün şəkillərdir, bütün ona aid olan kitablar, bütün ona aid olan nə varsa, orada bir dənə də balaca divan var, Azərbaycan barı, bu da sizin yatağınızdır. Burası sizin yatağınıza çevrildi. Hər gün yəni o şəkilləri öpüb və o şəkillərlə danışa-danışa yuxuya gedirsiniz. Hardan, bax, necə, özünü, bax, bugün necə hiss edirsən? Düzdür, bugün məndən ötürü həqiqətən çətindir. Hökümdar. Turanın yanında danışmaq, onun həqiqətən məndən ötürü çox çətindir. Amma bir o qədər də fəxirlidir, qürurludur məndən ötürü. Çünki mən elə bir qəhrəmanın yarıyam, elə bir Turan kimi qəhrəmanın xanımıyam. Bu məndən ötürü həqiqətən şərəflidir. O necə mənə təmiz, şərəfli bir ad qoyubsa, mən də ömrümün sonuna qədər o ada hər zaman sahib çıxmağa çalışacağam. Hər zaman o ada layiq olmağa çalışacağam ki, hər zaman Turan sahibin adı hər zaman bir yerdə çəkilsin. Onun adı hər zaman daha da ucalarda olsun. Düzdür, mən, yəni, bizim evladımız yoxdur. Yəni, axı siz evlənmədiniz də, sizə nişanlı deyəndə siz xoşunuz gəlmir. Eləcə deyirsiniz ki, mənə Turanın yarı deyil. Turanın yarı, yəni Turanın xanımı kimi. Bizdə sadəcə rəsmi nikah olmuşdu, toyumuz olmamışdı. Toyunuza neçə gün qalmışdı? 21 gün qalmış şəhid oldu Turan. Yəni, ona görə mən sadəcə bir şey demək istəyirəm. Yəni, həyat yoldaşı olmaq, bir insanın həyat yoldaşı olmaq sadəcə qələm və kağız üzərində deyil. Həqiqətən deyil. Bəzi insanlar onu elə başa düşür, amma həqiqətən o kağız parçası, bu üzük, yəni o mənaya gəlmir. Yoldaş olmaq, o mənim ta 5-ci sinifdə tanıdığım Turanım, mənim o gündən yoldaşım. 5-ci sinifdə siz bir-birinizi sevirsiniz. 5-ci sinifdə yəni tanıdığım o uşaq olan Turanım mənim o andan yoldaşım olub. Mən ona görə hər zaman deyirəm ki, o mənim yoldaşımdır. Çünki mən uşaqlığımı onunla yaşadım, onunla böyüdüm, onunla həyatı dərk eləməyə başladım, onunla sevib sevilməyi anlamağa başladım. O öyrətdi mənə hamısını. Əslində fikirləşirdim ki, məndən 1-2 yaş böyükdür, amma mən onun qədər düşünə bilmirdim. Deyirdim ki, yəni özü necə o dərəcədə düşünə bilir, mən onu dərk eləyə bilmirəm. Amma bugün onun o dərk elədiklərini mən dərk eləyirəm, çünki özünün yoxluğu məni böyütdü, özünün yoxluğu məni daha güclü elədi. Yəni, amma istəməzdim, kəş belə güclü olmazdım, kəş böyütməzdim məni, mən onun hər zaman nazlı bir qızı olardım. Yəni, təəssüf ki, ancaq onun o yoxluğu, onun mənə verdiyi o ağırlıq məni böyütdü. Çiyinlərimə, yəni, yük qoydu. Mən onu hər zaman yük kimi də daşımıram. Yəni, dərd kimi də demirəm, o mənim dərdim deyil. O mənim ən böyük, necə deyim, hədiyyəmdir. Allahın mənə verdiyi ən böyük hədiyyəmdir. Turanım həqiqətən mənim ən böyük hədiyyəmdir. Yəni, heç nə deyə bilmirəm bu haqda ki, yəni, həmişə onu düşünürəm ki, sevgimiz gör nə qədər böyük və güclü olub ki, Allah bu dünyaya, bu çirkin dünyaya layiq bilməyib. Özünün öz cənnətinə layiq bilib ki, burada yarım qaldı, o dünyada inşallah İnanırsınız da ona ki, siz yəni ahirətdə cənnətdə görüşəcəksiniz.
onu da necə inanıram ki, mən onun adına hər zaman layiq olsam ona qovuşa biləcəm. Mən onun adına, o adını mən yüksəkdə tutmasam, inanmıram ki, mən onun yanına gedib çata bilərəm. Çünki o qədər ali bir səviyyədədir ki, ali dərəcələdir ki, Allah qatında mən bunu bilirəm. Ona görə də mən ona hər zaman layiq olmalıyam. Bunun ötürü əlimdən gələni də eləyəcəm. Onu hər zaman yaşadacam, yaşatmağa davam edəcəm. Nə qədər ki, bu nəfəsim üstündədir, nə qədər ki, bu canım üstündədir. Hər zaman gələcəm, hər gün gələcəm, hər zaman başının yanında olacam. Söz verdiyim kimi. Düzdür, mən ona başqa cür qayğı göstərməyi düşünmüşdüm. İşə yola salmağı, işdən gələndə qarşılamağı, qarşısına çay qoyub yemək qoymağı, paltarlarını ütüləməyi düşünmüşdüm. Əlbəttə ki, soyuq daşını silməyi deyil. Bu, yəni güllərin, çiçəklərin tortozunu almağı deyil. Mən belə xəyal qurmamışdım, düzdür. Amma mən yenə bura evim deyirəm. Niyə? Çünki insanın sevdiyi hardadırsa, onun evi də oradır. Mən buna hər zaman evim deyirəm. Mən bura ziyarət demirəm. Turanın qəbri belə demirəm. Turanın yanına gedirəm. Turanın yanı və bura bizim Turan evimiz. Məhərrəmov, yəni bizim şəhidimiz Yaşmaq xüsusi təyinatlı dəstənin kəşfiyyatçısı idi. Yəni onun qəhrəmanlığı haqqında, Zaqatala şəhididir, qəhrəmanlığı haqqında, onun necə döyüşkən olması haqqında, yəni yazılardan oxumuşuq, bütün məlumatlar sosial şəbəkələrdə var, qəzetlərdən oxumuşuq. Daha dərindən isə mən bura gələndən sonra öyrəndim. Bax, burada görürsünüz ki, səni sevirəm. Turanın yarı Sahib xanım. Sahib xanım, yəni mən sizin sevginiz qarşısına baş edirəm, həqiqətən. Sizin kimi insanları da biz yəni tanıtdırmaq bizim borcumuzdur. Cəmiyyət sizi tanısın, cəmiyyət sizin kimi xanımlarla öyünsün, gənclərimiz sizdən örnək alsın. Allah sizə səbir versin. Üzürlüsəniz, bölürəm. Siz nə qədər tanıtsınız, o məndən ötürü həqiqətən təsəllidir. Mən təsəlli tapıram. Şəxsən öz adıma deyirəm ki, təsəlli olur ki, həqiqətən unudulmur. Elə özünün də qoyub getdiyi vəsiyyət o idi ki, unutmayın. Şəhidləri unutmayın, qaziləri, döyüşüb əziyyət çəkən oğulları unutmayın. Yəni sizlər, sizin kimi vətənpərvər, şəhidinə, ailəsinə dəyər verən, hörmət verən insanlar, yəni unutmadıqca bu mənə və mənim kimi bilirəm ki, şəhid ailələrinə azca da olsa, demirəm yəni tam təsəllidir, xeyr, bunun təsəllisi səbri belə yoxdur. Azca da olsa, yəni biraz məlhəmdir ki, unutmurlar, yad eləyirlər, hardan gəlirlər sorağına. Bu, yəni hər birimiz üçün mən əminəm ki, bu belədir. Amma kimi gəliniz deyəndə ki, gəlib sizdən qalır. Necə qəbul edədiniz onu? Oğlunuzun nişanlısı. Oğlumuzun nişanlısı. Elə o gündən o bizə dedi ki, mama gəlin mənə şəkildən aparın. Elə o gündən biz də mənim balamın toy günündə 9-u günü gəldi, elə o şəkildən gəldi qapımıza öz istəyinə. Gəlin aparın dedi, biz də o istəyinə sahib çıxdıq. O öz istəyiydi, bizim təkidimiz deyil, o öz istəyiydi, ona görə də biz ata-anası ona ata-anası da bizim kimi də onun istəyinə heç kəs qarşı çıxmadı. Çünki o vaxtı elə saat 4 ildir buradasan, bu evdəsən, bu ailədəsən. Heç bir ora gəldiyinə görə bir peşmançılıq, bir məzunluq olmayıb. Həmişə onu fikirləşirəm ki, Turanın evindəsən deyə onun iyisini oradan alırsan, onun yaşadığı evdən. O otaq, o şəkillərlə bəzənən otaq mənim yaşamağıma kömək edir. Yəni o otaq mənim yaşamağıma, nəfəs almağıma kömək edir. Bəlkə də mən o otaqdan ayrılsam, o otaq olmasa, bəlkə də mən yaşaya bilmərəm. Niyə? Çünki orası bizim xatirələrimizlə doludur. Hər şəkildə bizim bir xatirəmiz var. Bəzən fikirləşirəm, üzümdə anidən bir gülüş yaranır və sonra ağlıma gəlir ki, bəs Turan, hanı Turan? O anları yaşayırsınız və... O anları və... yaşayıram. Həmişə də fikirləşmişəm ki, bizdə hər şey dörd-dörtlük idi. Turanım dörd-dörtlük idi, onun ailəsi dörd-dörtlük idi, mənim anam atam dörd-dörtlük idi. Və fikirləşirəm ki, yəni Allah bu dərəcədə yəni dörd-dörd ola bilməz dedi. Ona görə ki, ən yaxşısını seçdi içərimizdə. xoşbəxtlərin xoşbəxti idi. Yəni bu baxımdan da ki, özümü şanslı istəyirəm ki, anam atam heç vaxt mənə deməyib ki, yəni çıx gəl, bəsdir artıq həyatını yaşamalısan belə elə. Əksinə həmişə deyirlər ki, nə qərar versən arxandayım. Bəlkə də onlar məni çəkib alsaydılar, mən bir an belə yaşaya bilməzdim. Çünki onlar bilirlər ki, mən buradan nəfəs alıram, Turanla nəfəs alıram. Mənim uşaqlıq sevgimi bilirlər, ailəm bilir mən onu necə sevirəm. Nə çətinliklərə rəğmən mən ondan əl çəkməmişəm. Yəni o bilir.
Ona görə heç vaxt da yəni deməyiblər ki, hər zaman da sağ olsunlar ki, arxamdadılar, dayağımda dururlar. Nə qərar versəm, hər iki, yəni anam, atam, hər iki anam, atam, bacılarım, yəni hamısı, qardaşım, hamısı, yəni hər nə qərar verim, yəni arxamdadılar ki, sən nə qərar verirsənsə, o qərar sənin təsəlli tapmağına, sənin yaşamağına, sənin Turanı yaşatmağına kömək edirsə, biz sənin arxandayıq. Biz razıyıq, Allah da razı olsun. Nə deyim Can mən? sağlığı Valla versin. sayıb danışır, mən elə baxıram. Mənim qızım həqiqətən Turan mənim üçün çox əziz. 3 qızım, bir oğlum var idi. Turan mənim üçün çox əziz idi. 21 yaşda şəhid oldu. Nə deyək, Allah məsləhət edər. Şəhid olan gündən mənim qızım bizə gəldi. Gəldi ki, dedi, ata mən burada qalacağam, mən burada olacağam deyəndə mən öz-özümə həmişə deyirdim ki, cavandır, fikirləşirdim, cavandır, gələcəyi var. Bəlkə getsə yaxşıdır. Sonra maması vasitəsilə müharibə dedi ki, mən heç vaxtı getmərəm. Mən yaşadıqca görürəm ki, həqiqətən də bu buna layiq, sayıq, Turana layiq qızıymış. Çox sağ olsun, mən çox razıyam mənim gəlinimdən. Mən hamıya arzu edirəm ki, Saif kimi qızlar, gəlinləri olsun. Saif həqiqətən bu gəlinliyə yaraşan bir qız idi. Biz razıyıq. Biz ailəlikcə Saifdən çox razıyıq. Allah onu gələcək həyatında. Mən dalında durmuşam, anası da durubdur, atası da durub. O nə desə amindir. Ona görə ki, o mənim Turanımı yaşadır. Turanımı yaşatdığına görə o nə desə amindir. Sağ olsun. Hər yerdə bizi də sayıb axtarır. Uşaqlar indi bugün burada Turan haqqında, yəni tez-tez bura gəlirlər. Bəli. Tez-tez bura gəlirlər, tez-tez şeirlər deyirlər. Turanın oxuduğu məktəbin, yəni şagirdləridir. Bugün bunların hər birisinin də sözü var, şeirləri ilə hədiyyələri var. Buyurun. Qımırın pələngi qəhrəman oğlu əcəl yaxaladı cavan ömrünü. Heç kəs eşitmədi güllər əratda sənin harayını, sənin ününü. Üç rəngli bayraqdan gülümsəyər tək, üzünə gülürdü 21 yaşın. Önündə getdiyin Turançı balam, vətən yurd uğrunda gecən savaşın. Əcəl utanırdı cavanlığından, ancaq utanmadı düşmən gülləsi. Əmr edildi sanki irəli deyib, vurğunu olduğun vətənin səsi. Yağış tək ələnən mərmilər altda, islandı 21 yaşın ay Turan. Arzular qəlbində çiçək açmamış, nə yaman tez gəldi qışın ay Turan. Torpağa qarışdın, vətənə döndün, şəhadət mülküdür Gülzarın şəhid. Tanrı dərgahına apardı səni, indi göylərdədir məzarın şəhid. Döyüşə atıldın bir pələng kimi. Savaşın misri mi, yoxsa cəngi mi? Səpdin möhnət üstə vətən rəngini, tarixə adını yazdın Turanım. Torpağın ovcuna düşən sevgisi, barıt tüstüsüdür mərmi qoxulu, bir də arzuları gülməz üzünə, taleyi qəm dolu bəxti yuxulu. Basıb dodağıma nişan üzüyün, öpürəm mübarək adından Turan. Mən səni həyatda elə sevmişəm, ölüm də çıxarmaz yadımdan Turan. Ata babalarından yadigar qalan, vətən qeyrətini qorudu Turan. Daim uca tutdu yurt sevgisini, ulu dəyanətdə yoğruldu Turan. Elə bir yenidən doğuldu Turan. Haqqın ədalətin yoluyla gedib, uca məqamlara vardı Turanım. Döyüş meydanında rəşadəti ilə düşmənin bağrını yardı Turanım. Yəni Turanın oxuduğu Düşdü şeydi. Düşdüsə desiniz. Yerdə çəkin. Bugün gündə bu şəhid Turan Məhərrəmovu yad etmək üçün gəlmişsiniz. Xoş gəlmişsiniz. Həmişə sağ olasınız, gəlib yad edirsiniz. Allah rəhmət eləsin, Allah səbir versin sahib sizə. Bax yerdə sizi bu Tərlan dayı ilə Ənsət Gəmacı həmişə yanındasınız. Sizə həqiqətən qürur duyuruq. Allah sizi
Dediğim uca zirvelere yükselsiniz diye. Sağ olun. Şehit burada anaları var. Şehit anaları var. Şehit Hüseyin'in anası da buradadır. Yoldaşım da aslında. İki kelime gömdü. Bu sen adam. Ben de Xan Məhəmməd Hüseynin anasıyam. Mənim də babam şəhid olub. Buradadır məzarı. Mən çox qürur duyuram bunlardan. Həmişə ziyarətə gəlirəm bura. Gələndə həmişə görürəm ki, sahib burada oturur. Ancaq Turanla söhbət eləyir. Hər gələndə siz Hər bura gələndə görürsünüz ki, görürəm saat buradadır. Axşam işıq da axşamdan da gec gedir. Həmişə deyirəm, sahib gedək deyir, yox Qınar xala, sən git, mən sonra gələcəm. Həmişə burada görmüşəm. Mən də Xanladı Hüseyin anasıyam. Mənim də balamın 2 balası var. Sabah onun son zəngidir, böyük balasını. Allah rəhmət eləsin. Allah sənin şəhətlərinizə rəhmət eləsin. Siz də buyurun. Kamil danışsana ne olur? Şəhid, bax bu xanım, mən deyim, burada dünənləri gəlmişik, ilk öncə gəldim, məzarlıq burada ziyarət elədim. Orada baxdım ki, dedim, bu şəhid mənə tanış gəlir, bu kimdir, mən niyə bunu tanıyıram, oradan tanıyıram. Gəldim, oxudum, birdən düşündüm, demək xanımın oğlu 21 il hərbi xidmətdə olub, xidmət zamanı yəni həlak olub. Onun haqqında çox yazmışam, çox yəni yerlərə müraciət eləmişəm. Xidməti vaxtıdır, bizə şəhid adı verilməyib. Mən onunla əlaqədar bütün əlaqədar təşkilatlara müraciət eləmişəm. Hər birinə, sosial şəbəkələrdə, qəzetlərdə, Facebookda, TikTokda paylaşmışam. Bizə çox yəni izləyici, 100 min, 200 min izləyicisi olub. Birdən xatırladım onu. Yəni mən də sizin qarşınızda baş əyirəm. Yəni oğlunuz 21 il vətənə xidmət edib. Nə az, nə su 21 il vətənə xidmət edib. İnşallah haqq ədalət yerini tapar. Bundan sonra da yenə də mənim əlimdən nə gəlir onu eləyəcəm. Dönə-dönə xahiş şəhid anası kimi düzdür, şəhidlik verilməyibdir. Allah qoysa verirlər, 3 dənə uşaq. Veriləcək, narahat olma, Allah bizə veriləcək. Müəlliməyə də söz versən. Əlbəttə, 21 il vətənə xidmət edibdir. Bir şəhid anası kimi xahiş edirəm gənə də. Allah rəhmət eləsin şəhidlərimizə. Allah sağlıqda səbir versin, dönə-dönə səbir versin. Elə gəlinlərin sayını çoxalsın. Belə gəlinlər, elə dözümlü. Elə dözümlü gəlinlər. Allah ömrünü uzun eləsin. Bana danışdıysan, indi mən danışasızım, indi hamı kənd qardaşıdır, bir-birimizi tanıyırıq. Yəni, yox, əmələ gəlmir, nə ilə irəli əmələ gəlmir. Mənliyimə sığışdıra bilmirəm ki, qeybət kimi alınır bu söhbət. Ona görə mən gəlinim 52-si günü qapıdan çıxıb gedəndir. Elə gəlindən də fəxirliyək, belə gəlindən də. Zaman, yəni belə xanımlar həqiqətən, bu Azərbaycan xanımı olar. Bax, beləcə qürurlu, sədaqətli, şəhidinə sahib çıxan, milli, mənəvi dəyərlərimizlə yaşayan sahib xanım. Mən sizə təşəkkür edirəm, qarşınızda baş əyirəm. Olduqca. Əlini öpürəm. Allah rəhmət eləsin, Allah səbir versin. Özün dediyin kimi cənnətdə qovuşacaqsınız. Bir kəlmə sizin sözünün qüvvətinə. Mən gəlim o köhnə bir qravatdır evdə. Uşaqlıqdan yatan, Turanın uşaqlıqdan yatan qravatıdır. Mən dedim, bunu çıxardaq, sənə üçün bir dənə tezə qravat aldım, orada gələn gedən var, dedi, ata ev muzeyində, bəli, mən gördüm onu. Orada Turan yatıb, dedi, mən orada yatıram. Ona əl dəymə. Təbii ki, muzey. Gənə də özləri başa düşər, gənə də gəlindir, uşaq vardı, nəvələrdir, başa düşər. Bu tərif hər iki tərəfə, hər iki tərəfə aiddir. Ata kimi burada sana, oğul atası kimi, qız atası kimi də o ailə üçün. Yəni o ata gəlib bunun qolunu topar gedə bilər idi axı. Temboyla mənim qudamla sən özündə qolumluğu var. Onlar da başa düşən oldu, bunlar da başa düşən. 52-si günü. İşlərinə qiymət verdilər. Mən siz deyirsiniz, Salyanda bir ailə var idi. Çox şəhid ailələrində oluram. Gecəykən xanım deyib ki, ürəyə sıxılıb, qəlbi sıxılıb ki, kətdədir də, gecə vaxtı qaranlıqdır. Məni götürün də yoldaşımın üstə, şəhidin üstə, yəni çox gözəl də, qəhrəman Azərbaycanın qəhrəman oğullardan biri idi. Qaynana, qayın döyüblər gəlini, gecəykən çantasından kartlarını alıblar, özünü də evdən buraxıb gedirlər. Yəni belə hallar da var.
Amma görürsünüz ki, sizin kimi analar, sizin kimi yəni qaynatalar var ki, gəlinə dəyər verən, onu evinə gəlib yaşamasına dəyər verən, onu başa düşən, öz qızı kimi qəbul. Allah sizlərin də canını sağ eləsin. Siz belə olduqca o şəhidlərimizin də ruhu şad olacaq. Onlar rahat uyuyacaqlar. Siz nə qədər mehriban oldunuz, necə ki belə xanımlarımız var, namuslu, qeyrətli Azərbaycanın belə xanımları var. Onlar rahat yatacaqlar. Azərbaycan xalqı sizinlə qürur duyur. Roza xanım, yenə də şəhid. Allah rəhmət eləsin, balamıza, bütün şəhidlərə Allah rəhmət eləsin. Yeri cənnətli olsun. 3 dənə uşağı var onun. 3 dənə yetmiyor. Heç olmazsa şəhidlik sözünü adına. Hə, sizin o, inşallah. 21 pensiya çıxmışdı. O uşaq pensiya çıxdı, vətəni seçdi. Dedim, baba çıx gəl. 44 günlük müharibədə iştirak edibdi. Meşələrdə əsir tutulur, düşübdü o uşaq. Yenə də özünü Valla mən dedim ki, çox məşğul oldum, çox yerlərə müraciət elədim, qəzetlərdə yazdım, sosial şəbəkələrdə paylaşdım ki, yəni bu 21 ildir, vətənə xidmət edir, Azərbaycan ordusunun zabitidir, xidmət zamanı həlak olub, amma gətirəndə siz onu təqdim edəndə şəhid kimi gətirmişsiniz, ailəsinə şəhid kimi təqdim eləmişsiniz, amma indi şəhidlik statusu veriyorum. Bundan sonra da çalışacağım. Mənlik bir şey yox, amma yenə çalışacağım. Çox sağ olun, gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Allah rəhmət eləsin. Bir şey təşəkkür Elə orducu duran. Yok. Düz tutalım. Yok. Bismillahirrahmanirrahim. Elhamdülillah. Rabbil alemin. Errahmanirrahim. Malikul yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal mustaqim. Sıratal lezîne en'amte aleyhim ghayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yakun lehu kufuven ehad. Ruhu şad, mekanı cennet olsun, zaten mekanı cennet. Amin. Allah rahmet eylesin. Allah sizin şehitlerinize rahmet eylesin. Başınız var olsun, Allah size sabır versin. İnşallah hak nezaret yüzü kapatacaksın. xalanın oğludur. Sen? Bir tane Hüseyin yanlış bir şekil çektirək deyil. Belə duraq, onlar da düşsün də, olmaz mı? Asıl yandı. Qar dövəyini istəyir, elə orada hamı cəy gedən duraq. Yaxşı, onu bir daha bir Gəl buraya, onun derinə gəlsin. Hadi Ələf bacanım. Gəl sakin. Elə dur, gəlsin. Hava gitsin, buradan. Buradan yazmıştım akı böyle. Ve buradan düştü. Buradan bu. Ha, gel. Bir tane önce. Yani çek. Sağ ol.